Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında dənizdə batan 17 yaşlı qızın meyidi tapılıb. Doğru xəbər Azərbaycan bildirir ki, iyulun 21-i saat 19 radələrində Seyidli kəndin ərazisində dənizdə boğulmuş Arzu Xalidovanın meyidi iyulun 22-si sudan çıxarılıb. Ölüm faktı ilə bağlı araşdırma aparılır. Bakının Sabunçu rayonunda faciə və hadisə baş verib. İyulun 23-cü saat 1 radələrində Bakıxanov qəsəbə sakini 2004-cü il təvəllüdlü İbrahimov qəsəbənin Yavər Əliyev küçəsində yerləşən Akkord yaşayış kompleksindəki binanın pilləkən meydançasının eyvanından yıxılıb. 8-ci mərtəbədən yıxılan gənc elə hadisə yerindəcə ölüb. Baş vermiş faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma başlanılıb. Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Cavadxan qəsəbəsində qeydə alınan hadisə zamanı 2013-cü il təvəllüdlü Əliyevanı avtomobil vurub. İlkin ehtimala görə qəza yolu keçmək istəyərkən baş verib. Xəstəxanaya yerləşdirilən qızın müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub. Hadisə rayon mərkəzində yerləşən meyvə bağında qeydə alınıb. 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu suvarma hovuzunda çimərkən boğularaq həyatını itirib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən gəncin meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı ilkin araşdırma işləri aparılır. İlhamə Tofiq qızı Novruzova Naxçıvan Muxtar Respublikası televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyətinin sədr müavini vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, bundan əvvəl NTV-nin sədr müavini Xaliq Yunis oğlu Babayev də vəzifəsindən azad olunmuşdu.